Salam. Bugün sizinlə müəllimlərə işə qəbul kitabından mega sertifikasiya tipli sınaq için işləyəcəyik. Birincidə deyir ki, pirit oksigende yananda əmələ gələn məhsullardan biri. Təbii ki, biz bilirik ki, pirit oksigende yananda əmələ gəlir Fe22O3 ilə SO2. Və həmin maddələrdən biri oksigenlə katalitik oksidləşir. Bu təbii ki, SO2-dir. Vanadium 2O5 katalizator iştirakında oksidləşərək SO3 əmələ gətirir. Demək, X-imiz oldu SO2, Y-imiz oldu SO3. SO3 isə deyirdik, duru sulfat turşusu ilə udularaq çox qatı turşu olan oleum əmələ gətirir. Ona görə birinci cavab Y variantı olacaq. İkinciyə baxırıq. X nitrat turşusu ola bilər. Birincidə amonium duzundan amonyak alır. Biz bilirik ki, istənilən amonium duzuna istənilən qələbə əlavə etsək, bu zaman amonyak əmələ gələcək. Həmin reaksiya amonium ionunun təyini və ya keyfiyyət reaksiyası və yaxud da amonyakın alınma reaksiyası deyilir. Yəni birincidə nitrat turşusu deyil. İkincidə nitrat turşusunun duz alındığına görə bəli, nitrat turşusu ola bilər. Üçüncüdə də nitrat deyil, çünki nitrat turşusu yeganə turşusudur ki, heç vaxt hidrogen ayırmır. Demək, yalnız 2 oldu. Üçüncüyə baxırıq. Kalsium ortofosfat üzərinə neçə mol H3 biotit əlavə olmalıdır ki, dihidroortofosfat alınsın. Biz bilirik ki, ortofosfat turşusu özünün normal duzu ilə reaksiya girib turş duzlarına çevrilir. Burada da deyək ki, dihidroortofosfat alınsın. Yəni H2 biotit 2 dəfə. Əmsallaşdırsaq, 3 kalsium var deyə bura 3 yazırıq. 6 fosfor var, ikisi burada, bura 4 yazırıq. Yəni 1 molla 4 mol ortofosfat reaksiya girsə dihidro alınır. Bizə də 1 mol yoxdur, 10/2 moldur. Yəni 4 dəfə çox da ortofosfat lazım olacaq. Cavab sutamında 8. Karbon və sülüsüm üçün ümumi olan nədir? Təbii ki, hidrogenli birləşmələrdə biri müsbət 4-dür. Ümumi deyildir, yəni biri də mənfi 4-dür. Ona görə də Y variantı ümumi deyil. Qalan hamısı doğrudur. Qeyri-metallılar, atom kristal qəfəsindilər. NSK-MP2 olduqlarına görə 2 tək elektronlar var. Florla reaksiya girirlər. Sonra mis və dəmir qarışığına əvvəlcə qaynar qatı sulfatla. Biz bilirik ki, dəmir qatı sulfatla soyuqda girmir, istidə girir. Burada da qaynar dediyinə görə demək mis də girəcək, dəmir də girəcək. Mis qatı sulfatla, mis sulfat, 2 sulfat duzunu, dəmir qatı sulfatla, dəmir 3 sulfat duzunu əmələ gətirir. Sonra barium hidroksid əlavə edilir üzərinə. Hər birinə barium hidroksid. Biz bilirik ki, burada alınır barium sulfat, bir də misk hidroksid. Eləcə də burada barium sulfat və dəmir 3 hidroksid. Bunların da hər biri çöküntüdür. Deyir, hansı maddələr çökər? 3 hidroksid. Elə burada hər üçü. Cavab A bəndi 5-cidə. 6-ya baxırıq. Propan və butan üçün nə doğrudur? Biz bilirik ki, propan və butan təbii ki, yanacaq kimi istifadə olunurlar. Heç bir karbonhidrogen suda həll olmur. Yəni bu da doğrudur. Havadan ağırdır. Havadan yüngül alkan bircə dənə demək metandır. Havadan yüngül. Cavabımız olacaqdı 6-cıda D variantı. 7-yə baxırıq. 4 metilen qrupu olan C4H8 xlor 2. İndi burada 4 dənə metilen qrupu olması üçün demək ki, bu şəkildə yazmalıyıq. Və xlor da ortalara birləşdirə bilmərəm, çünki bunda bunlar CH2 olmaz, CH olar. Amma əvvəl-axıra birləşdirə bilərəm. Bunun sinklə reaksiyasından biz deyirik, sikl alkanların alınması dihalogenli birləşmələrə sinklə təsir edəndə, əgər halogenlər bir-birindən ən azı 1 karbon qədər aralı yerləşibsə, bu zaman disiklo alkanlar alınacaq. Burada alınır sink xlor 2 və disiklo butan. Cavab olacaq 7-də D variantı. 8-ci suala baxırıq. Nömrələnmiş karbonların hibridləşməsi. Birinci karbonla 3-cü karbon olacaq sp3. sp3 1 və 3. Çünki nə 2 qatla, nə 3 qatla əlaqəsi yoxdur, tək qatdır. İkinci karbonla, yəni bu CH-ların hər ikisi olacaq sp2, 2 qat rabitəlidir. 3 qatlar isə olacaq sp. Onda belə çıxır ki, 8-də cavab A variantı. 9-a baxırıq.
9-a deyir ki, CnH2-nin OH2 molekulunda 10 hidrogen atomu var və OH kənarlara yerləşibdir. Burada hidrogen sayı 2n plus 2 düsturu ilə tapılacaq. 2n plus 2 bərabər 10-a, n bərabər 4-ə. Yəni bu maddə C4H8OH2-dir. Və demək 2 atomlu spirtdir, 4 dənə də karbonu var, amma 2 OH-ı var. OH-lar da deyir kənarlara düşübdür. Onda bu butandiol 1,4-dür. Nömrələsək, 1 ilə 4-də OH qrupu var deyə olacaq butandiol 1,4. O da olacaq hansı? Butandiol 1,4 D variantı. 9-da cavab D. 10-cuya baxırıq, ketonu göstərin. Keton qrupu budur. Metil, etil, keton. Yəni onda cavab C. 11-də deyir ki, mürəkkəb efir verilmişdir. Bu efirdir. 6 hidrogeni var. Hidrogen 3'ü buradadır. Onda belə çıxır ki, 3'ü də radikalın tərkibindədir. Yəni bu CH3COO CH3-dür. Sirkə turşusunun metil efiridir. Və yaxud da metil asitat. Demək cavabımız olacaq B variantı. 11-cidə. 12-yə baxırıq. Denaturasiya zamanı zülalın hansı xəssəsində dəyişiklik baş verir? Denaturasiya zamanı zülalın fəzadakı forması dəyişir. Və salam, başqa heç nə dəyişmir. 12-də cavab B variantı. Burada deyir ki, 13-də neytral Y atomunun elektron formunu müəyyən edin. Bu şəkilə uyğundur. Sadəcə biraz şəkil bu tərəfdə düşübdür. Bu çap səhvidir. Əvvəlcə biz buradan demək nə veribdir? Yazıb ki, X16 -2 iyonunda elektron sayı, təbii ki, bu 18 elektronu var. Bunu ifadə edib A plus 6 ilə. Onda belə çıxır ki, A 12-dir. Sonra deyir, Y müsbət üçündə elektronu A-ya bərabərdir, yəni 12-yə bərabərdir. Onda belə çıxır ki, proton sayı 15-dir. Çünki müsbət yüklü hissəcikdə müsbət yüklə, yəni protonlar elektronlardan 3 qədər böyük olur. Proton da bərabər 15. 15 də 3s2, 3p3 kimi yazılır. Yəni 13-də cavab D variantı. 14-də baxırıq. Deyir ki, elementlərin birləşməsindən alınan maddənin formulunu tapın. Əvvəlcə elektron sayına baxaq. X-in protonu 16-dır, elektronu protondan çoxdur, 18-dir. Onda belə çıxır ki, X-in yükü -2-dir. Y-də isə demək 13-dür protonu, amma 10 elektronu var, elektronu azalır. Onda belə çıxır ki, Y-in də yükü müsbət 3-dür, yəni 16, bu da 13. Bizdə alınan formulu tap deyir 14-də. Biz bilirik ki, 16-cı element kükürtdür, 13-cü element də alüminiumdur. Təbii ki, onların formulu alüminium 2 S3 kimi olacaq. Amma yüklərindən də bilmək olar. Məsələn, bunu X, Y kimi işarə eləsək, X demək 2 valentli, Y də 3 valentli olduğuna görə X3, Y2. Və yaxud da Y2, X3. 14-də cavab B variantı. 15-ə baxırıq. Reaksiyanın istilik effektini tapın. Əvvəlcə biz bunu açıq şəkildə yazmalıyıq. Çünki rabitə enerjisi veribdir. Asitilən yazsaq HC, CH, üzərinə gəl 2H, rabitəsi və alınıbdır etan. Üçqat rabitənin enerjisini 200 veribdir, CH-larda 100 verib. Onda belə çıxır ki, 100, 100, 200, 200 da bu 400. Asitilən rabitə enerjisi 400-dür. Hidrogen rabitəsi 105-dir, 2 mol olduğuna görə 210-dur. Sonra etanı hesablayanda karbon təchizat 85-dir, CH-ların da hər biri 100-dür. 6 dənə CH var, 600, bir dənə də təchizat var, 685. Plus Q. Q necə tapılırdı? Demək, 685-dən bunların cəmini çıxırıq. 610-u çıxırıq, o dedir 75. Yəni 15-də cavab Y variantı. 16-ya baxırıq. Oksidaşma endoksida reaksiyası ilə işləyirik. Bunu biz 16-da xrom 3 sulfat, kalium xlorat, natrium OH.
əmələ gəlibdir. Natrium bixromat, natrium xromat daha doğrusu, kaliy xlor, natri sulfat və su. İndi elektron balans suyu ilə oksidaşma dərəcələrini yazaq. Xrom burada 3 valentli olduğuna görə xrom müsbət 3-dür. 2 xrom müsbət 3-dən, buradakı xrom müsbət 6-dır. Xrom müsbət 6-ya gəlir. Bu olacaq 2 vur 3. Sonra xlor müsbət 5-dən, xlor mənfi 1-ə gəlir. Bu da 6. İxtisar eləyəndə demək elə 1-in 1-ə düşür. Yəni biz 1-i yazmalıyıq. Təbii ki, məsələn, bura yazsaq, xromun sayı uyğun gəlməyəcək deyə buradakı xroma yazacağıq. O birisi 1-i də elə bura yazmış olacağıq. İndi xrom burada 2 dənədir deyə bura 2 yazırıq. Kaliumlar 1 dənədir. Sonra indi sulfata baxaq. Kükürdlər burada 3 dənədir. Natri sulfata 3 yazaq. Natrium oldu 4 və 6, 10 dənə. Natrium haşa 10 yazaq. Hidrogen də 10 dənədir. Onda belə çıxır ki, suya da 5 yazaq. Saysaq oksigenlər də bərabər olacaq. Məhsulların əmsalları cəmini, məhsulların 2, 1, 3, 5, 8, 10, 11. 17-yə baxırıq. Tarazı sabitini hesablayın. Bu çox güman ki, bu tərəfə düşübdür. Aha, buradan bizdən soruşur K tarazlığı. Biz əvvəlcə tapmalıyıq. 17-ci sualda. Demək, nə göstərir qrafikdə? Qrafikdə göstərir ki, XY maddəsi parçalanaraq X2 və Y2 əmələ gətirmişdir. Burada başlanğıc XY-inki 8 moldur. Yenə başlanğıc səhv tarazlıq kimi yazsaq. XY-in başlanğıcı 8-dir. 2 mol Y alındığına görə 2 mol da X alınmış olur. Çünki molları eynidir. Və bunlardan 2 mol almaq üçün gərək XY-dən 4 mol sərf oluna. 4 mol sərf olunsa tarazlığı da 4 olacaqdır. Onda biz artıq hər birinin tarazlıq qatlığını tapdıq. Rahat tarazlıq qatlığını hesablaya bilərik. K tarazlıq bərabərdir. Məhsulların, yəni 2 üstü 1 vur 2 üstü 1. 2 bunlardır. Bir də onun əmsalları. Burada isə məhsulun tarazlıq qatlığı, yəni başlanğıcın daha doğrusu, bu da olacaq 4 üstü 2. Bunu da hesablasaq 4 böl 16 %25 edir bu da. Yəni burada cavab D variantı. İndi 18-ci suala baxırıq. Hansında qələminin molunu hesablamaq olar? 200 qram 40% o deməkdir ki, burada 40 qram natrium hidroksid var. 40 qram natrium hidroksid. Bu elə 1 mol deməkdir. Birinci ilə hesablaya bildik. İkinciyə baxırıq. 200 milli V bərabər 0,2, S bərabərdir 10,4, N bərabərdir S vur V ilə hesablaya bilərik də buradan molunu. 10,2-ni 10,4-ə vuranda 10,8 mol. İkinci ilə də hesablaya bildik. Amma üçüncü ilə hesablaya bilmirik. Çünki bizə verib məhlulun həcmini, sıxlığını. Vəssalam. Biz məhlulu bilsək belə orada nə maddəni, neçə qram maddə, neçə qram su olduğunu bilə bilmərik ki. Çünki sadəcə biz məhlulu bilirik. Məhlulun sıxlığı ilə kütləsini bilirik. Daha doğrusu sıxlığı ilə həcmini bilirik. Biz burada ancaq məhlulun kütləsini tapa bilərik. Başqa hissini tapa bilmərik. Ona görə də cavab A bəndə olacaq 18-də. 19-a baxaq. Oksigenin turşuların normal duzlarının məhlulun elektroliz zamanı hansı doğrudur? Oksigenli turşuların. Deyir ki, A nodda həmişə oksigen ayrılır. Bəli, oksigenlərdə A nodda həmişə oksigen alınır və həmin oksigen də sudan alınan oksigendir. Oksigen turşu qalağından alınmır, dedik sudan alınır. Məhlulda həmişə turşu alınır, xeyr. Ola bilər ki, katot hidrogen anod oksigen olsun, bu zaman məhlulda duzun özü qalmış olsun. Ona görə cavab 1 və 2 olacaqdır. 19-a cavab 1. 20-yə baxırıq. 20-də bizə deyir ki, duzların tipini tap. Sink hidroksidin üzərinə H brom gələndə təbii ki, alınır sink, OH, brom. Sink hidroksobromid. Buna deyəcəyik əsasi duz. Demək, birincidə alanda əsasi. Sonra sink hidroksobromidin üzərinə xlor turşusu gəlsək, alınacaq sink, brom, xlor. 2 turşu qalığı olduğuna görə biz buna deyəcəyik qarışıq. Demək, ikinci oldu qarışıq.
Sonra bunun üzerine sulfat turşusu gələndə, sulfat turşusu güclü turşu olduğuna görə bunları duzundan çıxardır. Bunu çevirir sink sulfata. Buna da deyirik normal. Demək əsası qarışıq normal. 20-də cavab B. 21-ə baxırıq. 21-də reaksiya verilmişdir. Deyir, hər reaksiyada 2 amol duz parçalanır. Əvvəlcə bunun parçalanmasını yazaq. Parçalanda kalium 2 manqano 4, manqano 2 və oksigen əmələ gəlir. Əmsallaşdırırıq. Burada natrium NO2 və oksigen yenə əmsallaşdırırıq. Burada da kalium xlor üzərinə gəl oksigen qazı. Bunu da əmsallaşdırsaq. Hər birində 2A. Ta ki A-nı 1 qəbul edək. Elə hər birində 2 mol parçalanıbdır. Bu nədir? XYZ oksigenin mol sayıdır. 1 mol, 1 mol, bu da 3 mol. 2, 3, 5 mol. A-nı da 1 qəbul etdiyimizə görə 5A qədər. 22-yə baxırıq. X flor deyilsə, məsələn, flor deyilsə xlordur tutaq ki. Bu zaman nə alınacaq? Burada alınacaq manqan xlor 2, xlor 2 və su. Burada alınacaq kalium xlor, manqan xlor 2, xlor 2 və su. Burada alınacaq kalium xlor, xrom xlor 3, xlor 2 və su. Demək, xlor 2 və su hər üçündə alındı. Su alınır, halogen alınır, elə duz da alınır hamısında. Yəni cavab, bir dəqiqə baxaq, manqan xlor burada duzdur. Kalium, duz, su, halogen. 2, 3, 4. Cavab oldu B bəndi. 22-də. 23-ə baxırıq. 23-də nə deyir bizə? Amonyakın həcmini hesablayır. Biz bilirik ki, ümumiyyətlə, amonyaka aid məsələlərdə həmişə azalan qədər amonyak alınır. 4 mol girib, 2 mol alınıbdır. Azalan nə qədərdir? 2 mol. Əmələ gələn də 2 moldur da. Yəni, azalan nə qədərdirsə, o qədər amonyak əmələ gəlir. Əgər 60 litrdən 40 litrə düşübsə, demək 20 litr azalma var. Yəni, elə 20 litr amonyak əmələ gəlibdir. Amonyakın həcmini hesabla. Ümumi də 40 litrdir qaz qarışığı. 20 böl 40 vur 100. Bu da eləyir 50%. Bir dəqiqə. Sadəcə faizi soruşmur. Sadəcə amonyakın həcmini soruşur. Elə 20. Amma faizin soruşsaydı 50% olacaqdı. 23-cü, baxın, sadəcə amonyakın həcmini soruşur. Amonyak da azalan qədər olur. Hansı ifadələr doğrudur? 24-də nə deyir? 24-də deyir ki, əvvəlcə bu qrafiki çəkək qarşımızda. 24-də. Natrium hidroksidin H3PO4 ilə əmələ gətirib hər hansı bir X duzu burada göstərir ki, natrium OH-la reaksiya girir, Y əmələ gətirir. H3PO4 ilə də girib, Z əmələ gətirib. Baxaq müddəalara. 24-də nə deyir bizə? 24-də deyir ki, əgər birinci reaksiya getmirsə, birinci reaksiya, bir dəqiqə burada, buna birinci reaksiya deyir, buna ikinci reaksiya deyir. Elə burada var şəkildə. Əgər birinci reaksiya getmirsə, yəni natrium hidroksidlə girmirsə, X natrium ortofosfatdır. X, bəli, natrium 3PO4, biz bilirik ki, natrium 3PO4 ortofosfat turşusu ilə girir, amma qələvi ilə girmir. Birinci müddəən doğru deyir. Əgər birinci və ikinci reaksiyalar gedirsə, yəni həm hidroksidlə, həm də turşu ilə girirsə, onda X olacaq hidro, çünki hidro ortofosfatlı. Dihidro götürə bilmərəm. Hidro götürməliyəm. Hidrolar qələvi ilə də girir, turşu ilə də girir. Amma dihidrolar turşularla girmirlər. Demək, X olacaq hidro ortofosfat. X olacaq. Bu bizim X-imiz. Sonra deyir ki, Z natrium, bəli. X-in üzərinə H3PO4 gələndə, yəni hidronun üzərinə H3PO4 gəlsəm, əlbəttə ki, dihidro alınacaqdır. Yəni, ikinci də doğrudur. Əgər ikinci reaksiya getmirsə, Y hidro ortofosfatdır, bəli. İkinci reaksiya getməsə, Y hidro ortofosfat olacaqdır. Çünki qələvi ilə girir, turşu ilə girir.
hidroortofosfatlar. Hidroortofosfat turşunun təzədən girəndə dihidro verirlər. Ona görə 3-cü müddədə doğru olacaq burada. Yəni hər üçü doğrudur. 24-cüdə. 25-ə baxırıq. 25-də nə deyir? Deyir ki, eyni kütlədə götürülmüş CO və oksigen qazları. CO plus oksigen alınır CO2. Birinin 6 qramı artıq qalır. Məsələn, biz bilirik ki, 56 qram CO-dur, 32 qram oksigendir. Eyni kütlə deyəndə tutaq ki, götürmüşük 56 hər birini. Bu tam sərf olunur. Buradan 24 qram artıq qalır. Əgər biz bu əmsallarla işləsək, 2-1-2 nisbətini işləsək, artıq qalan miqdar 24-dür. Amma bizə deyir ki, 6 qram, yəni 4 dəfə azaldır. Bütün hər bir şeyi 4-ə bölməliyik. Artıq 2 mol CO yox, 4 dəfə 0,5 mol CO, 0,25 mol oksigen, 0,5 mol CO2 əmələ gəlir. Doğrudan da bu olur 14 qram, bu olur 8 qram. Hər birini eyni 14-14 götürürəm. Bunun hamısı gedir. Buradan isə 6 qram artıq qalır. Deməli, bu deyənə gəldik, çıxdıq. 6 qram artıq qaldı. Hansı səhvdir deyir? Artıq qalan oksigendir, bəli. Bu tam sərf olunub deyirik. Bir doğru. 125 mol CO2 əmələ gəlir, xeyr, onda 5 mol əmələ gəlir. Bu səhv. Başlanğıc kütləsi 14 qramdır. Hər birinin başlanğıcı 14-dür. Nəinki oksigen. Ona görə də cavab 1 və 3 olacaq. Yəni 25-də cavab C bəndi. C bəndi doğrudur, səhvi soruşur. Hə, səhvi dediyinə görə, doğru desəydi C götürərdi. Səhv dediyinə görə yalnız 2. Çünki 1-3 doğrudur, 2 səhvdir. 26-ya baxırıq. Deyir ki, alkanın tutaq ki 1 molunun yanmasından 5 mol. Biz bilirik ki, alkanlar yananda M mol karbon qazı, N plus 1 molda su əmələ gəlir. Deyir, bu cəm bərabərdir 5-ə. N plus 1 bərabərdir 5-ə. 2N plus 1 bərabər 5-ə. N bərabər 2-yə. Alkanda, yəni bu C2H6-dır. Alkanda karbonun kütlə payını tap. Karbon 2 moldur. Yəni 24 qramda 24 bölü 30. 30 da bunun öz kütləsidir. Vur 100. O da eləyəcək 80%. 26-da cavab 80%. Yəni D bəndi. 27-yə baxırıq. 27-də deyir ki, bir asimetri karbonu olan minimum sayda karbona malik olan alkenin. Demək, biz elə bir alken götürməliyik ki, karbonlar sayı minimum olsun və bir dənə asimetrik karbon olsun. Əvvəlcə alken deyirsə, mütləq orada 2 qat rabit olmalıdır. Yəni, biz demək, bir dənə 2 qat rabitəni çəkək. Onu birləşdirək bir karbona. Bu karbona asimetrik karbon deyək. Birləşdir radikalın biri vinil. Tutaq ki, hidrogen. Tutaq ki, birini birləşdirək metil. Məsələn, bu olsun metil. Hidrogen də yanında yazaq. Birini də birləşdirək etil. Metil, etil, hidrogen və vinil. 4 valentin 4-ü ilə də fərqli atomlar və ya da radikallarla birləşmiş oldu. Bunun üzərinə H-klor gəlirik. Təbii ki, Markovnikov mexanizminə görə burada gedəcək reaksiya olacaq. H3C, CH, xlor, CH, CH3 burada olduğu kimi qaldı. Deyir, bunu adlandır. Burada ən uzun zənciri seçirik. Nömrələyəndə həmişə halogenlə radikal olanda halogen daha kiçik radikal sayılır. Ona görə halogenin yaxın olduğu tərəfdən nömrələmə aparırıq. Olur 2 xlor, 2 metil, əsas zəncir 5 karbonu deyə pentan. 2 xlor, 2 metil, pentan. Daha doğrusu 3 metil. Üçüncüdədir metil. 2 xlor, 3 metil, pentan. 27-də cavab C variantı. 28-ə baxırıq. 28-də nə deyir bizə? Astilen tam hidrogenləşməsindən sonra. Biz astilen hidrogenləşmə reaksiyasını yazırıq. Biz bilirik ki, alkinlər tam hidrogenləşməsi olan 2 mol hidrogen birləşməsidir. Və göstərir ki, astilen 2 mol sərf olunur. Onda belə çıxır ki, astilenə 4 mol hidrogen sərf olunacaq. Qrafikdən də elə o göstərir. Baxın, 6-dan 2-yə düşüb, yəni 4 molu azalıb. Nə soruşur bizdən? Qaz qarşının hidrogenə görə sıxlığı. Biz görürük ki, başlanğıcda
6 mol hidrogen var idi. 4'ü sərf olundu, ikisi qaldı. 2 mol hidrogen artıq qaldı. Astilen hamısı sərf olunub, heç nə qalmadı və bunun müqabilində də 2 mol da etan alınacaq. Qaz qarışığı deyəndə bunu nəzərdə tutur. Hidrogenə görə sıxlığı 2 vur 2 üzərinə gəl 2 vur 30 bölək. Burada qaz qarışığı 4 mol olduğuna görə 4 vur 2-yə böləcəyik. Normalda 1 mola görə 2-yə bölürük. Amma 4 mola görə 8-ə bölməliyik. Bu da 64. 64 də 8-ə bölsə elə 8 düşəcəkdir. Yəni 28-də cavab B-dir. 29-a baxırıq. 29-da nə deyir? Demək doymuş spirtlər veribdir. Oksigenin sayı 1 və 2 olan. Yəni deməksə ki, 1 atomlu və 2 atomlu spirtdir. Karbonların sayı eynidir. Və Y, yəni 2 atomlu spirt homoloji suranın birinci nümayəndəsidir. Biz bilirik ki, 2 atomlu spirtlərin ilk nümayəndəsi etilen glikoldur. Bizim Y maddəmiz budur. X da 1 atomlu spirt, amma karbon sayı etilen glikol qədərdir. Yəni C2H5OH nəzərdə tutub. İndi nə soruşur bizdən? X molekulunda olan neytronlarının sayını, yəni 1 atomlu spirtdəki neytron sayını. Hidrogenlərin neytronu yoxdur. Hər karbonun buradan görürük ki 6 neytronu var. Hər hidrogenin də 8 neytronu var. 2 vur 6 12 üzərinə gəl 8 vur 1 8 o deyir 20. Yəni 29-da cavab 20. C variantı. 30-a baxırıq. Deyir ki, misin oksidaşma dərəcəsi 2 vahid azalar. Etanol birli spirtdir. Oksidləşəndə aldehidlərə çevrilir. Yəni etanol alınır. Demək bir də alınır burada mis. Müsbət 2-dən 0-a gəlir. Yəni birincidə bu deyən şərt ödəndi. 2 vahid azaldı. Birincini götürürəm. Etilen glikol misk hidroksidlə təyin olunur. Bu zaman belə bir formula alınır. Mis 2 glikolyat alınır və burada oksidaşma dərəcəsi dəyişmir. Yəni bu reaksiya ümumiyyətlə oksidaşma reaksiyası deyil. Etanol aldehiddir. Aldehidlər oksidaşəndə karbon turşusuna çevrilir. Yəni burada sirkə turşusu alınır. Bir də rəng dəyişmə reaksiyası deyirdik biz buna. Çevrilirdi mis 1 hidroksidə, o da parçalandı mis 1 oksidə. Yəni 1 vahid azalırdı. Müsbət 2-dən müsbət 1-ə gəldi. 2 vahid yox, 1 vahid. 1 vahid desəydi 3-ü götürərdik. 2 vahid dediyinə görə yalnız 1 olacaq cavab. 30-da cavab B. 31-ə baxırıq. Birləşmə üçün hansı ifadələr doğru deyil? Deyir ki, 31-də səhvi soruşur. Bir asimetrik karbonu var burada. Demək doğru olmayan soruşur. Bu birinci səhv fikirdir. Burada heç asimetrik karbon yoxdur. Çünki bu karbon 2 dənə hidrogendən, eləcə də bu karbon 2 hidrogendən birləşib. Bu karbon isə 2 dənə eyni funksiyonal qrupla birləşmişdir. Yəni burada asimetriya yoxdur. Bu bir səhvdir. Biri götürəcəyik. Sonra ikinciyə baxırıq. Natriumla reaksiyaya 1,5 mol hidrogen. Natriumla reaksiyaya girəndə 0,5, 0,5, 0,5 və 0,5. Yəni 2 mol hidrogen ayırır. Yəni bu da səhvdir. Cavab 1, 2. 3 mol kalium haşlı neytrallaşır. Çünki 3 dənə karboksil qrupu var. Bəli. Yalnız 3-cü doğrudur. Cavab C variantı 31-də. İndi 32-yə baxırıq. 32-də nə deyir? 32-də deyir ki, hansı doğrudur? Amillər həll olanda hidrogen rabitəsi yaradırlar. Bəli, bu doğrudur. Peptid rabitəsi karbon və oksigen atomları arasında yaranır. Peptid rabitəsi CO ilə NH arasında yaranır. Yəni karbonla azot arasında yaranır. Bu səhvdir. Amin turşular kristal, bəli, rəngsiz maddələrdir. Bu da doğrudur. Cavab oldu 32-də B bəndi. İndi 33-ə baxırıq. 33-də deyir ki, lafsandır. Polimerləşmə dərəcəsi 1000-dir. SP2 biopta sayını tap. Əvvəlcə lafsana formulu yazmağa salacaq. Biz bilirik ki, tereftal turşusu ilə etilen glikol polimerləşməsindən deməli lafsan əmələ gəlir. Birbaşa ilə lafsan formulunu yazsaq.
sp2 hibrid. Bu 2 karbon sp3 vəziyyətdədir. Qalanları sp2'dir. 6 karbon burada, 7, 8. 8 dənə karbon demək sp2 hibrid vəziyyətindədir. Yəni 8 karbonum sp2'dirsə 24 dənə sp2 hibrid orbitalı olur. Yəni bir dənə lafsanda 24 dənə sp2 hibrid orbitalı var. Bizə lazımdır, bəs minində nə qədərdir? Bu da eləcək 24 min dənə. Yəni 33-də cavab B variantı. İndi 34'ə baxaq. Parçalanan X bir valentli metaldır. Parçalananda bu nitratların parçalanmasına aiddir. Nitrit və oksigen verən təbii ki qələvi metallardır. Yəni natrium və ya kaliumdur. Lityum ola bilməz. Lityum parçalananda oksit NO2 və oksigen verir. Məsələn, ta ki bu natriumdur. Qatı nitrat turşusu nə verirdi? Biz bilirdik ki, aktivlər duruda N2, qatıda N2O verir adətən. Amma turşunun duruğundan asılı olaraq məsələn, amonyak da əmələ gələ bilər və digər məhsullar. Yəni burada D variantı olacaq. Duruda N2, qatıda N2O verir qələvi metallar. Şənləndirici qaz N2O-dur. Kalium xlorat. Onda X3'dür, çünki xlorat turşusu H-xloro3'dür. H-ın da əvəzinə kalium yazırıq. Polyarlığın azalma sırası. H-flor, H-xlor, H-brom, H-yod. Bu sırada polyarlıq və davamlılıq azalır. Turşuluq və reduks edicilik artır. İndi burada həmin sırayla düzmək lazımdır bunu. Azalması deyirsə ən polyarlı florid turşusudur. 2 ilə başlayan bir variantdır. 2 qida elementi var. Qida elementləri NPK'dır. NPKN 2 və 3. Cavab D variantı. 39'a baxırıq. Düzünə gedən reaksiya eksotermikdir. Yəni müsbət küdür. Onda mənfi delta H olacaq. Yəni H1 kiçikdir. Əksinə gedən də parçalanma reaksiyasıdır. O da mənfi küdür. Q ilə də delta H əks qiymət olduğuna görə delta H da müsbət olacaq. Ona görə də cavab B variantı. 40-cı suala baxırıq. 40'da deyir ki, bu çox sadə sualdır. N-i yerinə 6 qoyuruq. Demək 2 vur 6 çıx 2. X olacaq 10. Burada da hidrogen 2-6 bərabərdir 10'a. Demək bu da olacaq 8. 10 və 8 cavab C variantı 40'da. 41'ə baxırıq. Parçalama məhsullarına görə kalium nitrat parçalananda kalium NO2 və oksigen verir. Gümüş bir sulfat parçalananda gümüş, oksigen və SO2 verir. Bir bəsit maddə alınır. Xeyr, bunda 2 bəsit alınır. Bu səhv. Oksigen alınır, bəli. Turşu oksidlər alınır. Xeyr, əmsallar cəmi bərabərdir. Məsələn, 1, 1, 1. Burada oldu 3. Buradakı əmsallar 1, 1, 1, 1. 2, 3. Bu bərabər olmadı. Demək 41'də cavab nə olacaqdı? Əmsallar cəmi. Yox, əmsallaşdırmalıyıq bunu. Bura 2 yazırıq. Kalium NO3, kalium NO2 və oksigen. Burada da gümüş bir sulfat, sərbəst gümüş, SO2 və oksigen verir. Bura 2 yazırıq, 4 oksigen, hər şey bərabərdir, səhv etmirəmsə. 2, 4, 1 də bu 5 elədi. 1, 2, 3, 4, 5, bu da 5 elədi. Bəli, bu da doğru oldu. 2 və 4 oldu. Burada məhlulu və çöküntü. Burada alınır ferum 2 hidroksid çöküntüsü. Bir də xlorid turşusu. Məhlulu həll olan maddə əmələ gətirir. X natri xlor, Y ferum H2. Cavab C. 43'ə baxırıq. A-nın ətrafına mənfilər yığılıb. Demək A müsbətdir. 44'də etil amin üçün hansı səhvdir? Biz bilirik ki, əsaslı xassəsi amonyakdan zəifdir. Aromatik aminlərin əsaslığı amonyakdan zəifdir. Yəni amonyak aromatik aminlərdən zəifdir, amma aromatik aminlər amonyakdan zəifdir, amma alkil aminlər amonyakdan güclüdür. Yəni elə budur cavab səhv olan. 45-ci suala baxırıq.
Qrafikə əsasən 2 mol əmələ gələn maddə var, yəni Y olur NO2. 1 mol bir maddədən sərf olunub, X olur oksigen, Z olacaq NO. O2, NO2, oksigen. Daha doğrusu Z NO-dur, bir də bu da A bəndidir. 46-ya baxırıq. Sıxlığı 2,5-dirsə, onda kütləsi 2,5 vur 22,4, bu eləyir 56. 14 n bərabər 56-ya n bərabər 4-ə, yəni bu C4H8-dir. Deyir, neçə qramı 89,6 hidrogen birləşdirər? 46-da. Demək, 1 molu, yəni 56 qramı birləşdirir 22,4 litr. X qramı 89,6 litr. X də bərabər 224-ə. Cavab 46-da B. 47-yə baxırıq. Tuş mühitdə hidroza uğrayaraq glukoza və fruktoz əmələ gətirən saxarozadır. Biz deyirdik, saxaroza hidroza uğrayanda alfa glukoza ilə beta fruktoz əmələ gətirir. Demək, saxarozun formulu da C12, H22, O11-dir. Oksigenin sayı 11. Vulkanlaşmadan rezin əmələ gətirən kalçuklardır. İkili spirt, OH qrupunun birləşdiyi karbon, 2 karbonu birləşirsə, bu ikili spirtdir. Sonuncu 50-ci suala baxaq. 50-ci biraz maraqlıdır. Deyir ki, X və Y elementləri 8 kütlə nisbətində reaksiya daxil oldu. Yəni, hər dəfə 3 qram X sərf olunanda 8 qram Y sərf olunur. Və X-Y birləşməsi əmələ gətiribdir. Əgər deyir, reaksiya üçün 21 qram X ilə 24 qram Y götürülərsə, indi biz baxmalıyıq ki, biz bunun hansını tam sərf edə bilərik. Məsələn, 21 qram X-i tam sərf etmək istəsəm, axı 3-8 nisbətində reaksiya gedir. Yəni 7 dəfə artıq götürürəmsə X-i, gərək Y-i də 7 dəfə artıq götürəm. Bu zaman 56 qram Y sərf eləməliyəm. Amma mən bu reaksiyanı apara bilmirəm. Niyə? 56 qram Y-im yoxdur. Ona görə bu alınmadı. İndi bu səfər 24 qram Y-i tam sərf etməyə çalışacağım. 24 qram Y sərf etsəm, yəni 3 dəfə çox Y götürsəm də, onda 3 dəfə çox, yəni 9 qram da X götürərəm. Bəli, bu reaksiyanı apara bilərəm. Çünki 21 qram X-im var idi. 21-dən 9-unu sərf edirəm, qalanda qalır. Amma Y-də 24 qram yəni, sərf edə bilirəm. Onda belə çıxır ki, neçə qram məhsul alınır? 9 ilə 24-ün cəmi qədər. Bu da səhv etmirəmsə 33 edir. Cavab C variantı. Bu qədər. Bəyənməyi unutmayın. Şərhlərdə hansı bölmələri görmək istəyirsinizsə, onu da zəhmət olmasa yazın. Sağ olun.